Hörmətli valideynlərimiz, əziz qonaqlar, xoş gəlib, səfa gətirmisiniz. Bugün bu möhtəşəm zala toplaşmamızın əsas səbəbkarları bu körpə fidanlarımızdır. Bugün onların hesabat tədbirləridir. Bir zamanlar onlar kövrək addımlarla, kiçik addımlarla bu bağçaya qədəm qoymuşdular. Bugün isə bu bağçamızı əlvida deyərək onları biz bu bağçadan yola salırıq. Əziz balalar, sizə xoşbəxt gələcək, gözəl həyat, gələcəkdə məktəb həyatında bol-bol uğurlar arzu edirəm. Əziz valideynlər, sizin də gözünüz aydın olsun, balalarınızdan həmişə xoş sözlər eşidəsiniz, həmişə onların gələcəyini parlaq görəsiniz. Çox sağ olun. Mənim ağıllı balalarım, körpə fidanlarım, mən sizi təbrik edirəm. Analarınızı təbrik edirəm. Siz böyümüsünüz. Arzum odur ki, səsiniz həmişə uca yerlərdən gəlsin. Sağlam böyüyün, analı, atalı böyüyün. Bu vətəni, bu eli, obanı sizə tapşırırıq. Gözəl gələcəyimiz olun. Allah sizə 100 ömür versin. Həmişə xoşbəxt olun, can sağlığınız bol olsun. Bizi həmişə uca yerlərdə, necə deyərlər, təmsil edir. Hər zaman sizi biz bağçada da gözləyirik. Öz balalarınızla gəlin, özünüz gəlin. Həmişə, hər yerdə sizin, bizim ürəyimizdə yeriniz var. Sizi öpürəm, uzaqlayıram. Uğurlar, ancaq uğurlar alıyorum. Ən ağıllı qızımız Dərya buyursun. Doğma, ey aziz bağça, belki görmedi seni bir daha. Bağça sen bize doğma, aziz sen. Bağçada geçir her günümüz şen. Maraqlı ötür burada günlerin, mehriban olur müəllimlərin. Qızlar, oğlanlar, dost olub hamı, mən onu
unutmaram doğma bağçamı. Bağça sen bize doğma əzizsən, bağçada keçir hər günümüz şən. Əlvida doğma, ey əziz bağça, bəlkə görmədik səni bir daha. Bağça sən bizə doğma əzizsən, bağçada keçir hər günümüz şən. Maraqlı ötür burada günlərim, mehriban olun müəllimlərim. Qızlar, oğlanlar, dost olub hamı, mən unutmaram doğma bağçamı. Bağça